Salam əziz abituriyentlər, əziz şagirdlər. Deməli, şagirdlər, mən sizə qrupunuza Array test bankından, test kitabçasından bu məsələləri göndərmişdim ki, bu məsələlərin blok sxemin qurarsınız, yəni alqoritmin blok sxemin. Və demişdim ki, mən həlləri də göndərəcəyəm ki, siz kim həll edə bilməyibsə, baxsın bunları öyrənsin, həll edə bilənlər həllini tutuştursun və yaxud ola bilər ki, kimsə həll edib, alternativ üsulla həll edib, biz fərqli üsulla nə etsin, yeni üsullar öyrənsin. Sizdən ilk növbədə xahiş edirəm ki, təmkinlə qulaq asıb, videonu təmkinlə izləmək lazımdır və videonu izləyərkən videonu saxlayıb o ardıcıllıqların necə baş verməsi, hansı addımın necə getməsin, qələm götürüb əlinə işləmək lazımdır. Yəni bu alqoritm qurmadır. Bu film kimi buna baxmağın yeri yoxdur. Buna sən film kimi baxacaqsansa, sən heç nə öyrənə bilməyəcəksən. Və nəhayət 170 nömrəli tapşırıqdan başlayıram. Yəni bu hissəni atmışdım. Yazıb ki, girişə n natural ədədi verilmişdir. Yəni giriş üçün n natural ədəd verilmişdir. Fibonacci sırasının ilk n həddinin cəmini çıxışa verən alqoritmin blok sxemini qurun. Fibonacci sırası nə idi? Fibonacci sırası ilk iki həddi 1-1 ədədləri olan, sonra gələn hədlər isə özündən əvvəlki iki həddin cəminə bərabər olurdu. Bunun blok sxemini qururuq. Bir daha məsələni xatırladıram. Mən bu hissədə quracağam. Hər dəfə ora qayıdacağam. Deyir ki, Fibonacci sırasının ilk n həddinin cəmini hesablamaq lazımdır. Fibonacci sırası bax belə gedir. 1, 1, sonra növbəti ikisi gəlir, 2, yəni bu ikisinin cəmi bura yazılır. Sonra növbəti bu ikisinin cəmi bura yazılır. Növbəti bu ikisinin cəmi növbəti həddə yazılır. Yəni bunu plus yazmayayım. 5 olur. Yəni Fibonacci sırası bu qayda ilə gedir. Biz bir neçə dəfə Fibonacci sırasının qurulması alqoritmini göstərmişik, amma təzədən təkrar göstərirəm. Deməli, başlanğıc. Daha sonra nə edirəm? N ədədini qəbul edirəm. N ədədini qəbul etdikdən sonra bir S dəyişəni qoyuram. Bu S dəyişənin cəmi hesablamağa mənə xidmət edəcək. Daha sonra belə bir şey yazıram. İlk iki həddi üçün A bərabərdir 1, B bərabərdir 1 yazıram. Bu sıranın ilk iki həddidir. Daha sonra nə edirəm? Dövr üçün I bərabərdir 1 yazıram. Yəni bu I dəyişəni mən dövr dəyişəni kimi istifadə edəcəyəm. Onda burada mən şərtli dövrdən istifadə edəcəyəm. Ona görə şərtli dövrdən, çünki Fibonacci ədədini qurarkən əsasən biz şərtli dövrdən istifadə edirik. Yəni düzdür, bunu şərtli dövr olmadan da etmək olar. Amma şərtli dövrdən istifadə edəcəyəm. Onda belə bir şərt qoyuram. Deyirəm ki, nə qədər ki I n-dən kiçik bərabərdirsə, yəni bu prosesi n dəfə davam elətdirməliyəm də mən, elə deyilmi? N-dən kiçik bərabərdirsə, onda hə. Aşağıdakı işləri gör. Fibonacci sırasının ilk birinci həddi A-dadır, düz, həm də B-dədir. Mən A dəyişənin hər dəfə Fibonacci sırasının həddi kimi götürəcəyəm. Onda belə yazıram. Yazıram. S bərabərdir, S üstə gəlinsin A. Düz. Daha sonra nə yazıram? İndi növbəti həddi almaq istəyirəm. A-nı əlavə etdim, yəni 1-i əlavə etdim. İndi növbəti həddi əlavə etmək istəyirəm. Növbəti hədd nədir? Növbəti hədd belə olacaq. S bərabərdir, yəni ilk iki hədd məlumdur. S bərabərdir. A plus B. Düz. Sonra da A ilə B-nin qiymətlərini dəyişirəm. Yəni A-ya mənimsədirəm təzədən B-ni. Çünki növbəti dəfə 1-i də cəmləməlidir. Və A bərabərdir 1, B-yə də nəyi mənimsədirəm? Həmin cəmi mənimsətmiş oluram. B bərabərdir C. Və buradan da dövrün sonsuz davam etməməsi üçün, n dəfə davam etməsi üçün yazıram. I bərabərdir I plus 1. Mən bunu indi ayrı-ayrı bloklarda yazıram. Əslində bunu ayrı bloklarda yazmadan bir blokun da daxilində yazmaq olar. Hər bir şey aydın olsun deyə ayrı bloklarda yazıram. Alqoritm biraz uzun görsənə bilər.
Və sonra da yekun nəticə. Mən nəyi çıxışa verəcəyəm? S-i çıxışa verəcəyəm. İndi bu deyilənlərin aydın olması üçün gəlin biz bunu icra eləyək. Görək doğrudanmı Fibonacci sırasının ilk n həddini cəmə verirmi? Məsələn, mən götürəcəm n-i 4 götürəcəyəm. N-in qiyməti olsun 4. S yəni 2-4 həddin cəmini tapmalıyam. 2-4 hansı həddlərdir? 2-4 həddin cəmi belə bir şey edir. Deməli 1, 2, 3, 4. 4 həddin cəmi edir. 2, o da 2, 4, 7 edir. Görək həqiqətən çıxışa 7 qiyməti veriləcək, yoxsa yox. S0-da A1-dir, B1-dir, I-də 1-dən başlayır. İndi baxın. I, yəni 1 n-dən 4-dən kiçikdirmi? Bəli, kiçikdir. Onu da S-in də qiymətləri bax bu hissədən yazaq. Buradan yazaq. Aha. S-in üstünə gəlirəm A-nı. Yəni 0-ın üstünə gəlirəm 1-i elədi 1. 0 üstə gəl 1. S bərabərdir A üstə gəl B. Yəni 1 üstə gəl 1. A üstə gəl B. Başlanğıc qiymətlər 1 ilə 1-dir. Elədi 2. A-ya təzədən mənimsətdim B-ni. A-ya B-ni mənimsətdim. B nə idi? 1 idi. A oldu 1. B-yə də mənimsətdim. Burada növbəti gələn həddir. Yəni hər dəfə B-yə S mənimsədiləcək. O da nədir? 2. I də 1 vahid artdı. Oldu neçə? 2. İndi qayıtdım yuxarı. Gəldim bura. Və baxdım. I n-dən kiçikdirmi? I 2-dir. Bəli, 2 4-dən kiçikdirmi? Bəli, kiçikdir. Çünki n-in qiyməti 4-dür. Onda nə edirəm? Təzədən S-in üstünə A-nı əlavə edirəm. A yenə də 1 qalıbdır. S-in üstünə gəldim 1-i. Etdi 1. S-nin qiymətini yeniləyirəm. S olur A üstə gəl B. A neçədir? 1. Və B neçə qalıb axırız dəfə? 2. 1-in üstünə ilk gəndə neçə eləyir? Eləyir 3. Və A-ya B-ni mənimsədirəm. B axırız dəfə nə qalıb? 2. 2-ni mənimsətdim. B-yə də S-ni mənimsədirəm. Oldu 3. Bu da oldu 3. İndi keçdik. 3 4-dən kiçikdirmi? Bura qayıtdım. 3 4-dən kiçikdirmi? Bəli, kiçikdir. Onda nə edirəm? S-in üstünə A-nı gəlirəm. A nə qalıb axırız dəfə? 2 gəlib. 2-ni gəldim. Sonra S-nin qiymətini yeniləyirəm. A üstə gəl B eləyirəm. A ilə B-nin qiymətini görürsünüz. 2 və 3-dür. Onda burada nə olacaq? Burada olacaq 4. Üzr istəyirəm 5. Və A-nın qiymətini yeniləyirəm. A-ya B-ni mənimsədirəm. Artıq B 3-dür. B-yə də S-ni mənimsədirəm. S-də neçə olur? B-də olur 5. Keçdim I-də oldu 4. 4 4-dən kiçik bərabərdirmi? 4 4-dən kiçik bərabərdirmi? Bəli. Onda yenə S-in üstünə A-nı gəlirəm. A nə qalıb? 3 qalıb. 3-ü gəldim. Və daha sonra S-nə A ilə B-nin qiymətini yeniləyirəm. 8 olur. Görürsünüz, Fibonacci ədədləri gəlir. Yəni burada Fibonacci sırasını yazırsan, sadəcə n dəfə prosesi icra edirsən. A-ya B-ni mənimsədirəm. Oldu 5. Və B-yə S-ni mənimsədirəm. Burada nə oldu? Oldu 8. I oldu 5. 5 4-dən kiçikdir, bərabərdirmi? Yox. Onda nə etdim? Buradan da biz yox yazmalıydıq. Yox. Onda S-i çapa verdim. Həqiqətən də bunları toplayanda neçə elədi? 2, 2, 4, 3, 7 cavabı verdi. Bu bizim birinci məsələmizin nə idi? Həll alqoritmi olmuş oldu. Bunun içərisindən bu hissələri silsək biz və bunu sildim. Bunu da silsəm. Onunla bu alqoritm nə edəcək? Bu alqoritm əslində bu hissəsində də belə bir şey yazsam, çapa versəm A-nı hər dəfə. Əslində bu ilk n dənə Fibonacci ədədini nə verəm? Buradan da sonlandırsam, ilk n Fibonacci ədədini çap edən alqoritm olacaq. İndi bu məsələni davam elətdirəcək. Yəni şəkildən gördünüz, növbəti məsələ bu idi. Bu məsələdə problem ondan ibarətdir ki, burada cüt ədədlərin faktorialları bizə lazımdır. Amma cüt ədədlərin faktorialları biz alqoritmdə birbaşa 2 faktorialı, 4 faktorialı hesablaya bilmirik. Əgər proqramlaşdırma dilində desəydi, məsələn, MES modulunu çağırıb bunu hesablaya bilərdik. Amma alqoritmdə bu problemdir. Yəni 2 faktorialın hesablanması üçün gərək əvvəlcə 1 faktorial hesablanır. 4 faktorialın hesablanması üçün gərək 3 faktorial da nə olar? Hesablanır. Ona belə bir iş eləyəcək. Başlanğıc. Ondan sonra x-in qiymətini alıram. Və nəyi də alıram? N-in də qiymətini alıram.
Və buradan nə yazıram? S bərabərdir 0. Bir dənə də işarəni, indi bunu başqa üsulla da qurmaq olar. Ancaq mən nə edəcəm? Bunu münasib seçdim sizin başa düşməyiniz üçün. İşarəni nizamlamaq üçün, bax görürsünüz, müsbət, mənfi, müsbət, mənfi. İşarə nə edir? Növbələşir. İşarəni bax bundan da istifadə etmək olar. Amma mən K dəyişənindən istifadə edəcəyəm. İşarə üçün K bərabərdir 1 yazıram. Sonra dövrün daxilində dəyişəcəm işarəni. Nə edirəm? Sayğaclı dövrdən istifadə edirəm. Çünki say məlumdur. Daha da qarışıq olmasın sayğaclı dövrdən. I bərabərdir 1-dən n-ə qədər. Sonra nə edəcəyəm? Başlayıram ilk dəfə olaraq faktoriyalı hesablamaq. P bərabərdir P vurulsun I. Faktori özdə burada unutmuşam. Qoy buradan bunu da yazdım ki P bərabərdir 1. İndi mən biraz sədəqəsiz yazdım burada P bərabərdir 1. Siz üzrü hesab edərsiniz. P bərabərdir P vurulsun I. Və bunu yazdıqdan sonra nə edirəm? Mənə cüt faktoriyalılar lazımdır. Onu da şərt qoyuram. I axırıncı dəfə cüt ədəd olubsa, deməli birinci dəfə məsələn 2 olubsa, artıq burada 2 faktoriyal hesablanır. Deyirəm I faiz 2 bərabərdirsə 0-a. O zaman nə edim? Artıq S bərabərdir. S üstə gəlinsin, K vurulsun, yəni müsbətlə başlayır. X-in üstü I bölünsün P. Və bunu yazandan sonra da K-nın işarəsini dəyişim. K bərabərdir mənfi K. Yox, belə olarsa, yəni yox olarsa artıq icra olunmasın. Yuxarı qayıtmaq lazım. Yox olsa nə olsun? Yox olsa qayıtsın yuxarı. Bizə lazım deyil. Heç nə. Gördünüz? Hə də olsa bu hesablansın. Hesablanandan sonra bu da gəlsin nə olsun? Bura birləşsin. Vəssalam. Buradan da nə edirik? Yekunda çıxış veririk. Çıxışa S-in qiymətini veririk və son. Sonra keçək növbəti məsələyə. İndi bu məsələni yazdım. Girişə verilən n sayda müxtəlif natural ədədin ən böyük qiymətlə ən kiçik qiymətini çıxışa verən alqoritmi qurun. Mən burada qısa yazmışam, səliqəsiz. Əslində məsələnin şərti buradadır. Dana 172-də girişə verilmiş n sayda müxtəlif natural ədədin, özdə burada natural ədəddən söhbət gedir. Mən amma elə quracam, ümumiyyətlə həqiqi ədəd üçün bu nə etsin, hesablasın. Ən böyük və ən kiçik olanlarının cəmini çıxışa verən alqoritmi blok sxemini qurun. Mən sizə n dənə ədəddən ən böyüyün və ən kiçiyini tapmağın ayrı-ayrılıqda öyrətmişəm. Amma bunun ikisini bir alqoritm daxilində eləyəcəyəm. Özdə çox da izah verməyəcəyim, çünki bunun haqqında biz dəfələrlə danışmışıq. Başlanğıc. Daha sonra n-i alıram. N-i aldım. Yəni n sayda ədəd. Sonra bir dənə də x alıram. Yəni o ədədlərdən birində alıram. N dənə ədəddən birini aldım. Bunu da burada yazıram. Sonra ən böyük qiymət üçün AB. Bax, belə bir dəyişən istifadə edirəm. Ən böyük qiymət dəyişəninə də ilk dəfə bu x-i mənimsədirəm. Ən kiçiyə də bu ədədlərdən birini mənimsədirəm. Sonra biz ədədin birini almışıq, neçədən ədədimiz qalıb. Bunu ən böyük eləməyək, elə belə yazaq da. Max x olsun, tutaq ki minimumu da x olsun. Bu şərti bir, max və minimum eyni zamanda x ola bilməz. Sadəcə bu başlanğıc qiymətləri üçündür. İndi biz artıq bir dənə almışıq, qalıb bizim n-1 dənə qiymətimiz. Ona görə də i üçün deyirəm 2-dən başda n-ə qədər. Burada i sadəcə nədir? Dövrü təşkil etmək üçündür. Mən bunun əvəzinə 1-dən n-1-ə qədər də yaza bilərdim. i-dən heç bir halda başqa məqsəd üçün istifadə etmirik. İndi yeni bir x ədədi alıram. X-in qiymətini yeniləyirəm. Yoxlayıram. Deyirəm ki, əgər bu qəbul etdiyim x max-dan böyükdürsə, mən max-ı daha böyük qiymətlə əvəz eləyim də yuxarıya doğru qalxıram. Onda max bərabərdir x olsun. Yox, böyük olmadısa, bu natural ədəd üçün yox yazıb birbaşa minimuma x-i mənimsətmək olar. Amma mən ümumiyyətlə həqiqi ədəd üçün yazıram deyənə, yox. Bir dənə də şərt qoyuram. Deyirəm ki, yox.
Əgər minimum kiçikdirsə x-dan, onda nə edək? Minimuma daha kiçik mənimsədək. Və bu minvalla bu da buradan yox olarsa, bunların ikisinin də hamısını gətirib birləşdiririk bu bloka. Yəni xətlə birləşdiririk. Və o vaxta kimi prosesi davam elətdiririk. Ta ki ədədlərdən ən böyüyü ilə ən kiçiyi məlum olur. Və buradan da prosesdə k bərabərdir. Max üstəgəlsin minimum. Və k-nı da nəyə göndəririk? Çıxışa göndəririk və prosesi sonlandırırıq. Sonra uşaqlar növbəti məsələmiz gəlir. Növbəti məsələmizdə nə yazıb? Növbəti məsələmizdə yazıb ki, girişə verilmiş n sayda natural ədədin ən böyüyünə bərabər olan ədədlərin sayını çıxışa verən alqoritmi blok sxemini qurun. Yəni məsələdə demək istəyir ki, tutaq ki, n sayda ədəd verilib bizə, 5 dənə ədəd verilib. Ədədlər belədir, 1, 3, 2, 3, bir də ki, tutaq ki, deyək, yenə də olsun 2. 2 onla 5. Bunun ən böyüyü neçədir? 3'dür. 3'dən neçə dənə var? 2 dənə var. Bax, bunu istəyir bizdən. Yaxud ola bilərdi, ardıcıllıq 5 dənədir, belə bir şey ola bilərdi. 3, 6, 7, 9. Ən böyüyü neçə dənədir? 1 dənədir. Deməli, onda 1 dənə çıxışa verəcək. Yaxud ola bilərdi, belə verilərdi. 1, 1, 1, belə 1, 2 dənə 1 olsun. 6, 6, 6. Ən böyüyü neçədir? 6. 3 dənə çıxışa verəcəkdir. Bax, biz bunu nə etməliyik? Qurmalıyıq. İndi burada bizim əsas problemimiz nədir? Ən böyük ədədin, n dənə ədəddən ən böyüyünün tapılmasıdır. N dənə ədəddən ən böyüyünün tapılmasına indi az öncə qurduq. Bir dəfə də prosesi yerinə yetiririk. Baxa. Deməli, başlanğıc. Daha sonra nə edirəm? N-i qəbul edirəm və bir dənə də ədədlərdən birini öncədən alıram, bayaqki kimi. Və bu aldığım ədədi fərz edirəm, bu maksimumdur 2 dəfə aldığım ədəd. Onsuz da yenə deyirəm, bu işin gedişatında dəyişəcək. Sonra birin ədədini almışam, bir dənə də S bərabərdir 1 qəbul edirəm. Özdə orada ədədlər müxtəlif olmalıdır. Səhv etmirəmsə şərtdə də elə müxtəlif yazılmalıdır. Olsun, lap müxtəlif olmasın. Deməli, nədir? S bərabərdir 1 qəbul edirəm. 1 qəbul edəndən sonra artıq ədədin birini almışam. Neçəsi qalıb? N-1 dənəsi qalıb. Onda i bərabərdir 2-dən n-ə qədər. 2-dən n-ə qədər də n-1 dənədir. Yaxud da 1-dən n-1-ə qədər eyni bir şeydir. Başladım, yeni x alıram. X-in qiymətini yeniləyirəm. Təzə ədəd aldım. Və təzə ədədi maksimum ədədlə müqayisə edirəm. Deyirəm, əgər x yeni gələn mənim max dəyişənə mənimsətdiyim ədəddən böyükdürsə, bərabərdir. Onda max'ı daha böyük ədədlə əvəz edək. Və s-in də qiyməti dəyişməsin. Çünki deməli, təzə böyük ədəd gəldi ki, hələ daha böyük ədəd məlum oldu. Ona görə saymayım ki, elə s bərabərdir 1 qalsın. Haçan ki, böyük ədəd gəlməsəydi, onda mən deyərdim, bir dənə böyük ədədə tapmışam. Təzə böyük ədəd gəlirsə, s-in niyə saymalıyam ki? Elə onu bir dənə saxlamalıyam da, hələ ki, böyük ədəd yoxdur. Deməli, onda nə etdim? Keçdim, yox. Bir dənə də şərt qoyuram. Deyirəm ki, təzə gələn x max-a bərabərdirsə, onda s-i sayım. Yəni, bir dənə artıq böyük ədədə bərabər tapmışam. S bərabərdir, s üstəgəl 1. Yox, bərabər olmasa, yəni kiçik olsa, böyüklüyü yoxlamışam, bərabərliyi yoxlamışam, kiçik olsa, onda heç iş görməsin, yəni bir alternativli şərtdir. Və bu prosesi hara qədər davam etdirirəm? Bu prosesi n dəfə davam elətdirirəm. Və buradan ona görə də gəlirəm bura və yekunda s-i çapa göndərirəm. S-i də çapa göndərəndən sonra algoritmini edirəm, sonlandırırım. Bu da bizim bu məsələmiz. Qaldı bu məsələ, bax bu sonuncu məsələ daha asan məsələdir. Bunu hər kəs özünü etməlidir, məşğul olmalıdır. Yəni 2-dən başlamalıyıq. Burada hər şey ardıcıllıqla gedir.
2-dən 3 k işarə kimi k bərabərdir -1 götürməliyik. Proses üçün 2-dən başlamalıyıq. 2, 3, 4 hər dəfə x-a vururuq və məxrəcə faktoriallar. Bu isə çox asandır. Yəni hər kəs zənnimcə bunu yaza bilər. Ona görə də nə etdim? Göstərmədim.